Sudanın mühasirəyə alınmış Şimali Darfur əyalətindəki Əl-Fəşir şəhərində döyüşlər şiddətlənir. Çünki tez dəstək qüvvələri yaraqlı qrupu hökumətlə eyniləşdirilən Sudan Silahlı Qüvvələrinin qərb bölgəsindəki son dayaq nöqtəsi hesab edilən hərbi bazasını ələ keçirdiyini iddia edib. Əl-Cəzirə kanalının paytaxt Xartumdan hesabat verən müxbiri Hiba Morgan bazar günü etdiyi açıqlamasında dedi. Sudan ordusuna məxsus 6 piyada diviziyası kimi tanınan bu bazanın ələ keçirilməsi günlər davam edən şiddətli döyüşlərdən sonra baş verib. TDG son 18 aydır Əl-Fəşiri mühasirəyə alaraq Sudan ordusu və onlara ittifaq olan keçmiş üsyançılar və yerli döyüşçülərlə vuruşur. Qrup tez-tez pilotsuz uçuş aparatları və artilleriya hücumları ilə mülki şəxsləri hədəf alır, mühasirə isə şəhərdə kəskin çətinliklərə və aclığın yayılmasına səbəb olub. Burada 250.000 nəfər atəş altında qalmaqdadır. SSG öz mövqeyi ilə bağlı dərhal bəyanat verməyib. Mühasirə səbəbindən ordunun hərbi bazada öz əskər və qüvvələrini təchizat və möhkəmləndirməkdə çətinlik çəkdiyini ifadə edən Morgan, cərəyan edən vəziyyətin mürəkkəb olduğunu da əlavə etdi.